Şəkildə gördüyünüz şəkəri kontrolda olmayan diabet xəstəsinin ayağıdır. Gördüyünüz kimi dəri rəngi tündləşib, dırnaqlarda artıq qaralma var. Gördüyünüz kimi ikinci barmaqda artıq xora əmələ gəlib, dırnaqlar yerindən qopub demək olar ki, arxada gördüyünüz ağ ayaqqabı isə bu pəncənin cəlladıdır. Ona görə biz endokrinoloqlar, ümumiyyətlə bütün həkimlər şəkər xəstələrində ayaq baxımının önəmini, ayağın hər gün pasientlərin özləri tərəfindən kontrol olmasının önəmini dəfələrlə vurğulayırıq. Çünki diabetik pəncəni ilk aşkarlayan da elə siz özünüzsünüz, əziz diabetiklər. Çünki hər axşam ayağını kontrol edən bir diabetik orada bir dəyişikliyin olduğunu aşkar etdikdən sonra dərhal həkimə müraciət edir və kiçik bir dəyişiklik tez sıradan çıxarılır, aradan qaldırılır və pasient normal həyatını davam edə bilir. Təəssüf ki, bəzi pasientlər ayaqlarını kontrol etmirlər, nəticədə ağrı da olmadığı üçün gec anlaşılır bu problemlər və təəssüf ki, pasientlər bəzən aşağı ətraflarını itirməklə üzbəüz qalırlar. Ayaq baxımı isə əslində çox sadədir. Hər axşam ayağınızı kontrol edirsiniz. Hər axşam yatağa girməzdən əvvəl ilıq su ilə vanna edirsiniz. Ayaqlarınızı təmiz quruluyursunuz və rəng dəyişikliyi, kiçik bir çat ya da qaraltı, xora, nəsə heç anlaşılmayan bir yad cisim gördükdə dərhal ona müdaxilə edirsiniz və nəticə etibarilə ayağınızda diabetin əmələ gətirib təsaddan qorunmuş olursunuz.